Allah işte biz böyüyək, əzəmət tapaq, mehvər haqq olsun. Niyə nə cür böyüyə bilərsən? Gərək kulli kamilə vəsl olasan. Bir dəfə insan təşkil eləyir özünə, olay məğrur, mütəkəbbir. Bəzi tövfiqat əlinə gəlir, deyir mənəm o. Deyir mənəm o. Niyə? Çün təşkiqa özün görür. در حالی ki özü deyir. İmtihan ilahidir. Nə qədər adamlar vərşəs və bir hesab kitab var aləmdə. Qay insan özgəyə təşkil edir. O da adama zillət gətirir. Nə qədər böyüyür, sənin nəfsində ehsas edir, ona təşkil etmişəm içərisində. Amma bir dəfə təşkil insan Allahdır. Ətəvəkkəl aləl hayyəl-ləzi la yəmut. Allah. Yəni kamil mutlaq. Kulli kamil. Binəhayətə təşkil eləməkdir. O binəhayət, insanı binəhayət eləyir. Böyük insanı. Hüsn-ü xulq nə böyülükə, nə əzəmətdə. Bizə Allah Peyğəmbərə buyurur, sən böyülükə, hüsn-ü xulq sahibi aləmdə yoxdur. Əxlaq sahibi aləmdə. Niyə? Çünki təşkilçi Allahdır. Tamam vücudu Allahdır. Qərqıdı tohiddə. İstəyirsən əzim olasan Allah, hər nə Allahın əlindədir. Allahümme inni əsəlükə min əzəmətikə və əzəməhə və kull əzəmətikə əzimə. Allahümme inni əsəlükə və əzəmətikə kullaha. Burada insan, yəni istəsən böyük olasan, Allah demək ki, aləmi hissidən, məhsusdan bəhrə aparma yox. Aləmi məhsus özü nərdivandır. Allah işte biz böyüyək.